Salam əziz müəllimlər, axşamınız xeyir olsun. Bugün sizlə sertifikasiya imtahanına dəstək məqsədi ilə bir neçə sualın izahına baxacağıq. Elə isə gəlin birinci sualımızdan başlayaq. A nöqtəsindən sərbəst buraxılan 2 kiloqram kütləli cisim B və C nöqtələrindən keçərkən cismə təsir edən dayağının reaksiya qüvvələri neçə newton olar? Biz burada həm də enerjinin saxlanma qanunundan istifadə edirik. İndi şərtdə onu qeyd etməmişik. Yəni bütün yol boyu sürtünmə nəzərə alınmır. A nöqtəsindən sərbəst buraxılırsa, başlanğıcda onun yalnız müəyyən bir potensial enerjisi var əlbəttə ki. Həmin potensial enerji onun malik olduğu bütöv enerjidir və həmin enerji ilə cisim həm B nöqtəsindən, həm də C nöqtəsindən keçir. İlk öncə B nöqtəsindən keçərkən demək ifadəmizi yazaq. Deməli, ilk halda onun malik olduğu potensial enerji mj böyük H olaraq qeyd edirəm və gəlib B nöqtəsindən keçərkən gördüyümüz kimi heç bir hündürlük yoxdur. Ancaq orada kinetik enerjidən söhbət gedə bilər. Deməli, B nöqtəsi üçün başlanğıcdakı potensial enerji bərabərdir kinetik enerjiyə. Bu B nöqtəsi üçün. Və mən potensial enerjini mj böyük H yazıb, kinetik enerjini mv kvadratı bölü 2 şəklində qeyd edə bilərəm. Buradan v kvadratı 2rh. Deməli, n çıxılsın mj bərabərdir ma yaza bilərəm. Buradan n mj üstəgəl a-ya bərabərdir. Bu ifadədə a əvəzinə v kvadratı bölü r yaza bilərəm. Buradan mən v kvadratı əvəzinə də yuxarıda aldığım 2rh-ı istifadə edə bilərəm. Bununla bərabərdir. Artıq hər şey məlumdur. m2j 10 üstəgəl 2 vurur j 1,8h bölünsün 0,6r. Buradan biz alırıq demək 140 newton. Deməli B nöqtəsində dayağın reaksiya qüvvəsi 140 newtondur. İndi isə C nöqtəsindən cisim keçərkən yenə də enerjinin saxlanma qanunu tətbiq edək. Demək, A nöqtəsindəki potensial enerji həmçinin C nöqtəsindəki potensial enerji ilə həmin nöqtədəki kinetik enerjinin cəminə bərabərdir. Demək, mj böyük H bərabərdir mj balaca H üstəgəlsin mv1 kvadratı bölü 2 yazıram. Buradakı sürəti v1 olaraq işarə edirəm. Buradan mən v1 kvadratını tapsam 2 j h olaraq ifadə edə bilirəm. Buradan v1 kvadratını tapıb daha sonra dayağın reaksiya qüvvəsini tapa bilirik. Deməli 1,8 və mən burada hündürlük olaraq diametri götürdüyüm üçün 1,2 yaza bilirəm və dayağın reaksiya qüvvəsini tapmaq olar. C nöqtəsində dayağın reaksiya qüvvəsi və mj eyni istiqamətdə, ma isə onları sanki mərkəzdən atacaq şəkildə yönəldiyi üçün biz n üstəgəl mj bərabərdir ma yazsaq, buradan n ma çıx j-yə bərabər olar. Və buradan da m v kvadratı bölü r çıx j olaraq ifadə etsəm və yerinə qoysaq, buradan da 20 newton alarıq. Doğru cavab doğrudan da B variantı olacaqdır. Növbəti sualımızda harmonik rəqs edən cismin sürətinin maksimal qiyməti 12 metr bölü saniyədir. Potensial enerjinin kinetik enerjidən 8 dəfə çox olduğu anda sürətin ali qiymətini müəyyən edin. Biz bilirik ki, kinetik enerji və potensial enerjinin cəmi tam enerjini bizə verir. Və sürətin maksimal qiymətinin 12 metr bölü saniyə olduğu və potensial enerjinin kinetik enerjidən 8 dəfə çox olduğu göstərilib. Biz verilənləri ifadəmizdə yerinə yazaq və potensial enerjinin yerinə 8y kinetik yaza bilərik. Onda
kinetik enerji üstəgəl 8 kinetik enerji bərabər olacaq tam enerjiyə. Buradan 9 kinetik enerji bərabər tam enerji yazsam, 9 mv kvadratı bölü 2 bərabərdir. Mv maksimal kvadratı bölü 2 yaza bilirəm. Çünki bilirik ki, tam enerji kinetik enerjinin və yaxud potensial enerjinin maksimal qiymətidir. Buradan ixtisarlara aparıb kök alsaq, Vm böl 3, Vm də 12 olduğu üçün 4 metr böl saniyə olacaqdır. Üçüncü sualımızda radyum 88-226 nüvəsi 2 alfa və 3 beta zərrəciyi buraxdıqdan sonra alınan nüvə üçün hansı ifadələr doğrudur deyə soruşulur. Biz ilk öncə radyum nüvəsini qeyd edirik və o 2 alfa və 3 beta zərrəciyi özündən buraxdığı üçün tənliyimizin sağ tərəfində 2 alfa və 3 beta zərrəcini yazıb, daha sonra bir alınan nüvənin bu şəkildə nüvəsini qeyd edirik. Daha sonra biz bilirik ki, alfa zərrəciyi 2 qat iyonlaşmış helium atomudur. Beta zərrəcik elektronlar selidir və tənlikdə alfa və betanın yerinə bunları yazsaq, biz asanlıqla X nüvəsinin hansı nüvə olduğunu tapa bilərik. Bunun üçün biz tənliyi bir dəfə Z üçün, bir dəfə də A üçün bərabərləşdirə bilərik. Demək, 226, yəni kütlə ədədi üçün yaza bilərəm ki, tənliyin sol tərəfində 226, sağ tərəfi isə 2 vur 4 üstə gəlinsin, 3 vur 0 üstə gəlinsin A yaza bilirəm. Buradan A-nı 218 tapıram. Daha sonra eyni şəkildə Z üçün yazıram. Tənliyin sol tərəfində 88 bərabərdir. 2 vur 2 üstə gəlinsin, 3 vur -1 üstə gəlinsin Z. Bu tənlikdən biz Z üçün 87 ala bilirik. Demək, proton sayını 87 aldıq. Kütlə ədədini isə 218. Demək, protonların sayı üçün 87, yəni B. Neytronların sayı isə alınmış kütlə ədədindən Z-i çıxdıqda, yəni 218-dən 87-ni çıxdıqda 131, yəni neytron sayı F. Kütlə ədədi də 218, yəni D olaraq alırıq. Deməli, doğru cavablar B, F və D olaraq qeyd edə bilərik. 1-ə B, 2-yə F, 3-ə D. Növbəti sualımızda hansı halda maqnit sahəsi yaranır? Maqnit sahəsi yüklü zərrəcik hərəkət etdikdə yaranır. Yüklü zərrəcik bərabər sürətli hərəkət etdikdə ola bilər. Yüklü zərrəcik bərabər yeniləşən hərəkət etdikdə ola bilər. Proton bərabər sürətli hərəkət etdikdə ola bilər. Demək, burada 3 variantı da götürmək doğru olacaqdır. Hər 3 variant doğrudur. Növbəti sual optikaya aid bir sualdır. Cisim toplayıcı linzadan 3F uzaqlıqda yerləşdirildikdə onun xəyalının hündürlüyü 5 cm olur. Cismin hündürlüyünü müəyyən edin. Cismin linzadan olan uzaqlığı D, xəyalın hündürlüyü böyük H ilə ifadə olunur və xətti böyütmə biz həm F bölü D kimi, həm də böyük H bölü H kimi ifadə edə bilərik. D verilibsə, kiçik F-i tapmaq mümkündür nazik linza düsturundan. Nazik linza düsturu 1 bölünsün F bərabərdir. Böldə üstə gəlsin 1 bölü F-dir. Buradan biz F-i tapdıqda
D çıx F olaraq yaza bilərik. Buradan yerinə qoyduqda 3F/2 alırıq. Demək biz xəyal məsafəsini, yəni kiçik f-i tapdıq. Xətti böyütmədə yerinə qoyduqda 3F/2-nin 3F-ə nisbəti bərabərdir 5 cm-in H-a nisbəti. Buradan biz H üçün 10 cm ala bilirik. Doğru cavabımız A variantı olacaqdır. Növbəti məsələmizdə şəkildəki sistemdə yalnız cisimlər arasında sürtünmə qüvvəsi vardır və sürtünmə misalı 0,5-dir. İpdəki gərilmə qüvvəsi neçə newton olar? Biz cisimlər arasında, yəni yalnız cisimlər arasında sürtünmə qüvvəsi olduğunu diqqətli saxlamalıyıq və bu sürtünmə qüvvəsi hər iki cismin hərəkətinə öz təsirini göstərəcəkdir. Yəni sistem F qüvvəsi ilə sağa doğru dartıldığında və əlbəttə ki üstdəki M1 cismi T qüvvəsinin təsiri ilə bu şəkildə sola doğru dartılacaqdır. Onda burada sürtünmə öz təsirini göstərəcəkdir. Həmçinin burada bu ipdə də gərilmə vardır. Həmçinin də M2 kütləli cismin də hərəkətinə həmin sürtünmə qüvvəsi təsir edəcəkdir. Onda biz hər iki cisim üçün tənlikləri yaza bilərik. Demək, M1 cismi üçün T çıxılsın F sürtünmə bərabərdir M1A yaza bilirəm. Buradan da T çıxılsın 0,5 vur 4 vur J'nin qiyməti 10 bərabərdir 4A'ya. Buradan da T çıxılsın 20 bərabərdir 4A'ya ala bilirəm. Və T-ni əvəz etsəm 4A üstə gəlinsin 20 alıram. Digər tərəfdən ikinci cisim üçün tənliyi yazsam F çıxılsın T üstə gəlinsin F sürtünmə bərabərdir M2A ala bilirəm. Buradan 100 çıxılsın T üstə gəlsin 0,5 vur 4 vur 10. Yəni mən birinci cismin sürtünməsini istifadə edirəm. Çünki sürtünmə yalnız cisimlər arasındadır. Və o M2 cisminə öz təsirini göstərir. Bərabərdir 6A. Buradan demək 80 çıx T bərabərdir 6A almış oluram. T-ni yuxarıda əvəz etmişik. Gətirib yerinə qoysam 80 çıxılsın 4A çıxılsın 20 bərabərdir 6A. A-nı 6 taparıq. A-nı tapdıqdan sonra gətirib yerinə qoysaq 4 vur 6 üstə gəlsin 20 bərabərdir 44 newton tapa bilirəm. Düzgün cavabımız D variantı olacaq. 7-ci sualda Q yükü sükunətdədir. Buna görə 2-4 kulonluq yükü K nöqtəsindən L nöqtəsinə apardıqda görülən işi hesablayın deyə soruşulur. Biz əvvəlcə bilməliyik ki, bu zaman görülən iş potensial enerjinin dəyişməsinə bərabərdir. Biz əvvəlcə yüklərin K nöqtəsindəki potensial enerjisini, daha sonra L nöqtəsindəki potensial enerjisini tapacağıq. Daha sonra bu potensial enerjilərin fərqi bizə görülən işi verəcəkdir. Demək, görülən iş bərabərdir potensial enerjilərin fərqinə. Birinci halda K nöqtəsindədir deyə biz birinci haldakı potensial enerjini K nöqtəsinə uyğun məsafədə, yəni 2 metrdə hesablaya bilirik. Onu da biz belə yaza bilərik. Bunu R1 yazaq. Daha sonra Q2 R2 yaza bilərik. Daha sonra bu potensial enerjilərin təbii ki fərqləri bizə verəcək görülən işi. Biz hər birini hesablayıb sonra çıxada bilərik. Demək, çıxıb da cavabı yaza bilirik. K Q1 Q2 mərtəbə xaricinə çıxarsaq bu şəkildə fərqdən tapa bilirik və
Yerine qoyduqda 2 10 üstü mənfi 4, 4'ü 10 üstü mənfi 5, 1 bölünsün. İkinci məsafəmiz, yəni elə qədər olan məsafə gördüyümüz kimi yüklüklər arası məsafə 4'dür. 4'də 1 çıxılsın 2'də 1 yaza bilirəm. Buradan da demək bunlar getdikdə 72 vurulsun mənfi 4'də 1 qalar. Bu da mənfi 18 joule eder. Doğru cevabımız olacaq D variantı, mənfi 18 joule. Daha sonra növbəti sualımızda şəkildə verilmiş yüklər arasındakı məsafə 2D'dir. Eldən hansı məsafədə, hansı D məsafəsində elektrik sahəsinin intensivliyi 0 olar? Biz gördüyümüz kimi hər iki yük müsbətdir. Tutaq ki, hər hansı bir nöqtədirsə, Q1 yükünün intensivliyi özündən əks tərəfə, yəni bu şəkildə buna deyək Y1. Q2 yükünün də intensivliyi özündən əks tərəfə, buna deyək Y2. Deməli, yükün intensivlik bunların belə deyək fərqinə bərabər olacaq və yükün intensivliyində 0 olma halında bu intensivliklər bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. Onda biz Y1 bərabərdir Y2 yazmalıyıq. Çünki bunların fərqi bizə nə verməlidir? 0 verməlidir. Və Y1 üçün mən demək K Q1 bölünsün R1 kvadratı. Buradan da K vur Q1 bölünsün R1 olaraq bir X məsafəsi götürürəm. Y2 üçün K Q2 R2 kvadratı. Bu da K Q2 R2'də 2D məsafəsindən X-i çıxacağım. Çünki X qədəri əgər Q1 yükünün intensivliyinə götürdümsə 2D çıxılsın X-də. Digər yükün intensivliyi üçün yaza bilirəm. Və bu intensivliklər bir-birinə bərabərləşdirir əlbəttə ki. X kvadratı bərabərdir K Q2 2D çıxılsın X kvadratına. Demək, K'ları hər tərəfdən ata bilirik. Q1 8Q'dur. Q2 2Q'dur. Və Q'ləri də atıb ixtisarlar aparsaq və kök alsaq 2 böl X bərabərdir 1 bölünsün 2D X ala bilirəm. Buradan 4D çıxılsın 2X bərabərdir X-ə. Buradan 3X bərabərdir 4D. X də bərabərdir 4D bölünsün 3. Yəni 3'də 4D olacaqdır. Yəni doğru cavabımız C variantı olacaqdır. Yəni həmin 4D böl 3 məsafəsi biz Q1 yükündən götürmüşük. Yəni 8Q'dən 4D böl 3 məsafədə olan həmin o məsafə intensivliyin 0'a bərabər olduğu məsafədir. Növbəti sualımızda sürtünməli mail müstəvidə 10 kiloqram kütləli cisim 24 Newton qüvvə ilə aşağıya doğru dartılır. Cismin təccinini tapmaq lazımdır. Sürtünməli səthi olduğuna görə sürtünmə misalı verilib və dərəcənin də qiyməti məlumdur. Mail müstəvi üzərində olan cismi təsir edən qüvvələrdən dartı qüvvəsi göstərilibdir. Daha sonra bilirik ki, hərəkətin əksinə, yəni yuxarıya doğru bu şəkildə sürtünmə qüvvəsi olacaqdır. Daha sonra ağırlıq qüvvəsinin istiqamətini göstərsək və ağırlıq qüvvəsinin toplananlarına da biz göstərə bilərik. mj kosinus 45 dərəcə və həmçinin mj sinus 45 dərəcə şəklində bu şəkildə toplananlara ayıra bilərik.
bu şəkildə. Vəssalam, biz dayağı reaksiya qüvvəsini burada göstərək. Vəssalam, artıq tənliyə yaza bilərik ki, F qüvvəsi ilə mj sinus toplananı eyni istiqamətdə yönəlir. Biz onların cəmrindən çıxsaq sürtünmə qüvvəsini və MA-ya bərabərləşdirsək, biz oradan təcili tapa bilirik. Demək, F ilə cəmləyirəm mj sinus toplananını, bərabər, daha doğrusu çıxıram F sürtünmə, bərabər edirəm MA-ya. Buradan demək, M kütlə verilmişdir, J də verilmişdir. Onda mj sinus 45 məlumdur, sürtünmə qüvvəsi məlumdur. Və onları ayrıca biz qıraqda qeyd edək. Demək, mj sinus 45 demək, 100'ü 0,7'ye vuracaq, olacaq 70 Newton. Sürtünmə qüvvəsi olacaq burada mü mj kosinus alfa, yəni kosinus 45 dərəcə. Burada da demək, mj kosinus 45 olacaq 70 və müyə vurduqda da 14 Newton alacaq. Deməli, F sürtünmə və mj sinus 45'in hazır cavablarını aldıq və yerinə qoya bilərik. Hər birinin qiyməti məlum olduqdan sonra yerinə qoyduqda demək, F'in qiyməti 24 üstə gəlsin 70, çıxılsın 14 bərabərdir 10A şəklinə yaza bilirəm. Buradan da demək, 10A əgər 80'dirsə, A üçün 8 metr bölünsün saniyə kvadratı ala bilirəm. Cavabımız 8 metr bölü saniyə kvadratı olacaqdır. Növbəti sualımızda V0 sürəti ilə üfüqə nəzirən müəyyən bucaq altında atılmış cisim ikinci saniyənin sonunda üfüqi və şaquli toplanmaları bu şəkildə verilmişdir. 6-cı saniyənin sonunda bu cismin yer səthindən olan hündürlüyünü hesablamaq lazımdır. Biz ilk öncə həmin bu 2 saniyədən sonraki sürətləri ki verilib, biz oradan yola çıxaraq həmin nöqtədə Y toplananı demək, V0 sinus alfa çıxılsın JT ifadəsindən istifadə edərək V0 sinus alfanı tapa bilərik və biz bilirik ki, X toplananı hərəkət boyu sabit qalır və V0 kosinus alfaya bərabərdir. Biz hələ ki zaman var, demək, V0 sinus alfanı buradan tapa bilərik və V0 sinus alfa çıxılsın demək, T'də 2 bərabər olacaq, demək, şaquli toplanan 30 və buradan V0 sinus alfanı biz demək, 50 tapa bilirik. Biz V0 sinus alfanın 50 olduğunu tapdıq. Daha sonra bizə 6-cı saniyənin sonunda yerdən hansı hündürlükdə olar deyə soruşulur. Biz əvvəlcə onun bilməliyik ki, H maksimalı nə qədərdir və H maksimala nə qədər saniyəyə qalxır. Bundan sonra həmin onların verdiyi 6-cı saniyə ki, hansı hündürlüyə düşür, biz onu tapa bilərik. Necə tapacağıq? H maksimalı demək tapıram. H maksimaldan onun 6-cı saniyənin sonuna qədər sərf etdiyi vaxtda getdiyi yolu çıxsam, mən onun demək, hündürlüyünü tapa bilirəm. Və H maksimalı biz bilirik ki, tapsam H maksimal V0 kvadratı sinus kvadratı alfa böl 2J'dir. Biz V0 sinus alfanı tapmışıq 50. Onda bu olacaq 2500 bölünsün 20 və H maksimalın qiymətini 125 metr demək alıram. Və biz bilirik ki, V0 sinus alfa 50-dirsə, əlbəttə ki, bunun T qalxması buna uyğun olaraq 5 saniyədir. Deməli, H maksimala 5 saniyə qalxıbdır və bizdən 6-cı saniyənin sonunda olan hündürlüyü soruşur. Deməli, 5 saniyə əgər bu nöqtəyə qalxıbsa, burada 5 saniyə qalxıbsa,
bizdən buradakı hündürlüyü soruşur. Biz bilməliyik ki 5 saniyədən 6 saniyə, yəni 1 saniyə ərzində də təbii ki nə qədər yol gəlib, həmin hündürlüyü, həmin o gələn yolu tapsaq, H maksimaldan onu çıxıram, əlbəttə ki cavabı ala bilirəm. Əlbəttə ki, həmin nöqtədən sonra, yəni H maksimaldan sonra əlbəttə ki sərbəst düşmə hərəkətidir və həmin o 1 saniyə ərzində əlbəttə ki 5 metr hündürlük qət edəcəkdir, məsafə qət edəcəkdir. Onu da mən H maksimalın qiymətindən həmin 5 metrə çıxsam, mən 120 metr alıram. Yəni 5 saniyədən 6 saniyə aralığında 1 saniyə ərzində 5 metr yer dəyişmədir. Həmin 5 metrə 125-dən çıxdıqda mən artıq məndən soruşulan bu hündürlüyü tapa bilirəm. Növbəti sualda elektrik sahəsini müsbət kübr yükü yaradır. Yəni buradakı yükümüz sahəni yaradan yükdür. B nöqtəsinə gətirilmiş digər müsbət yükü A nöqtəsində yekun sahənin intensivliyini necə dəyişər? Yəni B nöqtəsinə biz yük gətirsək, özdə müsbət yük, bu halda A nöqtəsində intensivlik və potensial necə dəyişər? Hələ ki ikinci yük gəlməmişdən sahənin intensivliyi K kübir bölünsün R kvadratı şəklində və A nöqtəsindən demək sağa doğru bu şəkildə. Buna Y1 yazaq. Amma ikinci yükü gətirdikdən sonra onun da intensivliyi burada əksinə yönəldiyi üçün Y2 də bu istiqamətdə olacaqdır və əks istiqamətdə yönəldiyi üçün yekun intensivlik bunların fərqinə bərabər olacaq. Yəni müəyyən qədər nə olmuş olacaq? Azalacaq. Həm də yüklərin də miqdarı bir-birindən fərqlənir. Az da olsa azalacaq əlbəttə ki. Deməli, intensivliyin qiyməti əvvəl K kübir böl R kvadratı idi. İndi həmin intensivlikdən müəyyən qədər çıxılacaq əlbəttə. Onda intensivlik azalmış olacaq. Deməli, Y1-dən Y2 intensivliyi çıxılacaq. Müəyyən qədər intensivlikdə əlbəttə ki azalma olacaq. Amma mən B nöqtəsinə Q2 yükünü gətirməmişdən qabaq daha doğrusu mənim potensialım F1 K kübir bölünsün R idi. Tutaq ki, bir R məsafəsidir A nöqtəsində. B nöqtəsinə yükü gətirməmişdən qabaq A nöqtəsindəki potensial bu qədər idi. Amma mən Q2 yükünü gətirəndən sonra artıq bir dənə də mən orada müsbətin sayını, müsbətin miqdarını çoxaltdımsa, artıq Q2 bölünsün R potensial çoxalmış olacaq. Niyə? Bir müsbət var idi. Mən bir müsbət də ora gətirdim. Onda potensial artmış olacaq. Yəni, bu tip məsələlər gördükdə intensivlik vektorial kəmiyyətdir deyə, hər ikisi müsbət olduqda, əlbəttə ki, intensivliklər əks yönələcək və yaxud hər ikisi mənfi olduqda, intensivliklər əks yönələcək. Onda deməli, intensivlik azalacaq. Çünki vektorial kəmiyyətdir və biz orada istiqaməti nəzərə almalıyıq. Amma potensial skalyar kəmiyyətdir və biz orada yükün işarəsinə diqqət yetirməliyik. Müsbətlik artıbsa, əlbəttə ki, potensial da artmış olacaq. Deməli, intensivlik azalar, potensial isə artar. Doğru cavab olacaq A variantı. 12-ci sualda isə kondensatorlar batareyasının tutumunu, ümumi tutumunu hesablayın deyir. Bu sadə bir əslində dövrədir. Gəlin baxaq. Başlanğıc olaraq dövrənin başlanğıcı və bu da sonu. Deməli, bu tip məsələ gördükdə deməli necə eləyəcəksiniz? Yüklərin gəlməsi və burada artıq görürsünüz bölünmə nöqtəsi var. Əgər dövrəmizdə bölünmə nöqtəsi varsa, deməli bu paralel birləşməyə bir işarədir. Yəni həmin bu bölünmə nöqtəsindən yüklər bölünür və gəlib burada birləşib yenidən bir yerdə gedəcəklər. Deməli, yuxarıdakı 2C bir-birinə bir düz xətt üzərindədir. Onların heç birində bölünmə olmayıb. Onlar bir-birinə ardıcıldır və ardıcıl olduqları üçün biz, yəni eyni tutum olduqları üçün mən 2C-ni 2-yə bölərək yuxarıda olan tutumu C tapıram. Həmin C tutumu ilə aşağıdakı C tutumu bir-birinə paraleldir. Onları toplayıram. Həmin o 2C tutum gəlib bu nöqtədə birləşir. Bu 2C tutumu ilə ardıcıl olur. Bu 2C və bu 2C tutumu bir-birinə ardıcıldır. Yenidən mən 2C-ni 2-yə bölərək C tutumu almış oluram. Doğru cavabımız olacaq G variantı, C qədər.
sualımızda müəyyən kütləli çubuq şəkildəki kimi tarazlıqdadır. Tarazlıqda sözünə biz diqqət etməliyik əlbəttə ki. Yayın sərtliyi və uzanması verilərsə dayanan reaksiya qüvvəsini tapın. Müəyyən kütləli çubuq dediyinə görə çubuğun ağırlıq qüvvəsini biz nəzərə almalıyıq. mg. Burada yükün ağırlığını qeyd etmək lazımdır. Bir də əgər çubuq bu şəkildə aşağıya doğru yayla bağlanıbsa, onda elastiklik qüvvəsinin də istiqamətini bu şəkildə göstərə bilərik. Və tapaq görək hansı qüvvə çubuğu hansı istiqamətdə fırlatmağa çalışır. Bu istiqamətdə və bu istiqamətdə. Göründüyü kimi elastiklik və mg bir istiqamətdə, m kütləli yük isə bir istiqamətdə fırlatmağa çalışır. Dayağın reaksiya qüvvəsi fırlanmada iştirak etmir, çünki o birbaşa dayaqdan keçir. Ümumiyyətlə, əgər biz tutaq ki, məsələdə bilmədiyimiz bir qüvvə varsa, məlum olmayan bir qüvvə varsa, tutaq ki, dayaq qoyulmayıbsa, siz belə deyək, həmin o qüvvədən qurtulmaq üçün, onun momentindən qurtulmaq üçün dayağı orada istifadə edə bilərsiniz. Bəzi məsələlər olur, qarşımıza bəzi məsələlər çıxır ki, bilinməyən bir qüvvə olur. Bilinməyən bir qüvvədən qurtulmaq üçün, onu həldə istifadə etməmək üçün biz dayağı həmin qüvvə olan yerdə yerləşdirə bilirik. Yəni, bu da belə bir qeyd olaraq yadımızda qalsın. Demək, biz elastiklik qüvvəsi və mg ağırlıq qüvvəsinin momentlərinin cəmini asılmış yükün momentinə. Demək, buna m1, buna m2, bunu da m3 deyirəm. M1 və M2 momentlərinin cəmi M3-ə bərabərdir. M1 elastiklik qüvvəsidir. Elastiklik qüvvəsini Kx yazıram. Kx-in dayaqdan olan məsafəsi 4 bölgüdür. Mg-nin dayaqdan olan məsafəsi 1 bölgüdür. Mən mg-ni tənorta nöqtədən çəkirəm. Ağırlıq qüvvəsi tənorta nöqtədən çəkilir. Və asılmış yükün dayaqdan olan məsafəsi 2 bölgüdür. Onda mən onu demək yük olaraq P yük yazıram. P yük vur 2 şəklinə yazıram. Demək, Kx hamısı var. Biz buradan əvvəlcə mg-ni tapaq. Çünki mg-nin nə olduğunu bilmirik. Çubuğun kütləsinin ağırlığının nə olduğunu bilmirik. Onu tapandan sonra dayağın reaksiya qüvvəsini tapa bilərik. Buradan mg-ni tapsam, 2p yük çıxılsın 4kx yaza bilərəm. Bu da bərabərdir. 2 vurulsun. Yükün kütləsi 30-dur. Yəni ağırlığı olacaq 300. Çıxılsın 4 vur 500 və 0,2 metrə çevirsək, onu da buradan mg bərabərdir. Demək, 600 çıxılsın 400 və cavabda 200 alıram. Deməli, ağırlıq, çubuğun ağırlığı 200-dür. İndi artıq bunu alandan sonra biz tarazlıqdadır sözünə görə yuxarı yönələn qüvvə, aşağı yönələn qüvvələrin cəminə bərabərdir cümləsindən istifadə edirik və bunları demək artıq bunları silək. Və mg-ni qeyd edin. Ağırlıq qüvvəsini tapdıqdan sonra biz dayağın reaksiya qüvvəsinin yuxarı yönələn dayağın reaksiya qüvvəsi aşağı yönələn digər üç qüvvənin cəminə bərabərdir. Yəni, dayağın reaksiya qüvvəsi elastiklik qüvvəsi mg və yükün ağırlığı cəminə bərabərdir. Və hər bir şey artıq məlumdur. Elastiklik qüvvəsi 100 Newton, üstə gəlinsin çubuğun ağırlığı 200 Newton və asılmış yükün ağırlığı 300 Newton, onda olacaq 600 Newton. Dayağın reaksiya qüvvəsinin qiyməti cavabımız olacaq C variantı. Növbəti sualımızda yüklənmiş iki metal kürəni toxundurub araladıqda nə baş verir? İlk öncə baxıram yüklərin qiymətlərinə və bu yükləri toxundurub araladıqda, əgər mən yükləri toxundururamsa, bu yüklərin cəmi toxundurandan sonra da həmin cəmə bərabər olmalıdır. Q1 ilə Q2-nin cəmi -8Q üstə gəlinsin 2Q -6Q edəcəkdir.
və bu -6Q toxundurub araladıqdan sonra da bu cəm qorunub saxlanmalıdır yükün saxlanma qanununa görə. -6Q-nü mən radiusa mütənasib bölə bilirəm. Onda R radiusluya -2Q, 2 radiusluya -4Q yük düşəcək və bunların cəmi yenə də -6Q edəcəkdir. İndi baxaq. Q1-in yükü əvvəl -8Q idi. Sonra -2Q olubdur. Q2-nin yükü əvvəl 2Q idi. Daha sonra -4Q olubdur. Onda biz buradan nə nəticəyə gələ bilərik? Q1-in yükünün miqdarı -8Q-dən -2Q-yə düşübsə, bu deməkdir ki, o özündən elektron veribdir. Ümumiyyətlə, bu tip məsələlərdə, yük alış-verişi olan məsələlərdə müsbət yükün hərəkətindən danışılmamalıdır, danışılmır. Çünki biz kürələri toxundurub araladıqda birindən digərinə yalnız və yalnız mənfi yük, yəni elektron keçə bilər. Birindən digərinə heç vaxt biz deyə bilmərik ki, müsbət yük keçdi. Həmişə yük alış-verişində iştirak edən elektrondur. Onda -8Q-dən -2Q-yə gəlməsi yükün, yəni birinci kürənin ikinci kürəyə yük verməsidir. Yəni -6Q özündən yük veribdir. Yəni A kürəsi B kürəsinə -6Q yük verib ki, yükü -2Q-yə deməli dəyişibdir. Yəni -8Q-dən mən çıxsam -6Q-nü, yəni -6Q-nü digər kürəyə versəm, əlbəttə ki, məndə -2Q qalacaqdır. Və yaxud digərinə baxıram, 2Q-dən -4Q-yə gəlibdir. 2Q-nün üzərinə mən nə gəlməliyəm ki, -4Q olsun? Yəni yük verilib B-yə. B nə qədər yük alıbdır? B -6Q yük alıbdır ki, 2Q-dən -4Q-yə yükünü dəyişibdir. Deməli, A-dan B-yə -6Q yük keçər. Doğru cavabımız D variantı olacaqdır. Növbəti sualımızda şəkildə sabit maqnit qütblərinin arasında bir cins maqnit sahəsində yerləşdirilmiş cərəyanlı naqilə təsir edən amper qüvvəsinin istiqaməti göstərilib, sabit maqnitlərin 1 və 2 nömrələri qütblərini müəyyən edin. Biz amper qüvvəsində solal qaydası ilə müəyyən edə bilərik ki, demək, iynin istiqaməti hal-hazırda bizdən müstəviyə doğrudur. Deməli, sol əlimizin 4 barmağı bizdən müstəviyə doğru olacaq. Amper qüvvəsinin istiqaməti aşağıya doğrudur. Baş barmağımız aşağıya doğru olacaq. Onda bizim ovucumuz soldakı maqnit tərəfə, əlimizin çölü isə sağdakı maqnit tərəf olacaq. Biz də bilirik ki, əgər 2 ayrı-ayrı maqnit götürmüşəmsə, həmin o maqnitlərdən maqnit induksiya vektorunun istiqaməti N-dən S-ədir. Çünki mənim ovucum əgər birinci maqnitə tərəfdirsə, onda həmin o B maqnit induksiya vektoru mənim ovucumu deşib keçib ikinci maqnitə gəlməlidir. Yəni, 2 ayrı-ayrı maqnit verilərsə, maqnit induksiya vektorunun istiqaməti bu şəkildə N-dən S-ə doğrudur. Onda deməli, bura N, bura S olacaqdır. Bizdən birinci və ikinci yazılmış yerləri soruşurdu. 1 deməli şimal, 2 isə cənub, yəni A variantı olacaqdır. Amma eyni maqnitin içində biz bilirik ki, əlbəttə ki, bizdən soruşulsaydı bir maqnitin daxilində maqnit induksiya vektorunun istiqaməti əlbəttə ki, S-dən N-ə götürərdik. Çünki sahə burulğanlıdır və başlanğıcı və sonu yoxdur bu xətlərin. Davamlı olaraq bu xətlər davam edir. Yəni, başlanğıcı və sonu yoxdur. Qapalı qüvvə xətləridir. Növbəti sualımız radioaktivliyə aiddir. Arxeoloji tapıntının laborator analizindən məlum oldu ki, onun tərkibindəki radiokarbon S izotopunun miqdarı 16 dəfə azalmışdır. S izotopunun yarım çevrilmə periodu bu qədər olarsa, tapıntının yaşını hesablayın. Yəni, biz həmin o keçən zamanı əlbəttə ki, tapsaq, tapıntının yaşını da hesablaya bilirik, tapa bilirik. Biz radioaktiv çevrilmə ifadəsindən N bərabərdir. N0 vurulsun 2 üstü mənfi T bölünsün. T'dən istifadə edirik. 16 dəfə azalmışdırsa, mən N'in yerinə N0 bölünsün 16
yaza bilirəm. Bərabərdir n0 2 üstü mənfi t bölünsün t. Buradan 2 üstü mənfi 4 bərabərdir 2 üstü mənfi t. Böyük t'nin yerinə də 5700 yaza bilirəm. Buradan t bölünsün 5700 bərabərdir 4. T'ni də 22800 il ala bilirəm. Doğru cavabımız olacaq C variantı. Növbəti sualımızda quru termometrlərinin göstərişləri eyni olan iki müxtəlif otaqda nisbi rütubətlər bu şəkildədir. Eyler-Venn diaqramında bu otaqlar üçün uyğun bəndləri qeyd edin. Nisbi rütubətləri biz müqayisə etsək, nisbi rütubətləri müqayisə etsək, fi 1 50%, fi 2 60% olduğunu görərik. Əgər nisbi rütubət harda çoxdursa, məsələn fi 2 burada daha çoxdur, fi 2 böyükdür fi 1-dən. Nisbi rütubət harda çoxdursa, yadımızı saxlayaq ki, yaş termometrin göstərişi də bir o qədər çoxdur. Və su buxarının təzyiqi də çoxdur. Su buxarının təzyiqi də əlbəttə ki çoxdur. Niyə? Çünki harda rütubətlik varsa, orada su buxarı da böyük miqdardadır. Baxaq, yaş termometrin göstərişi daha böyükdür. Təbii ki, ikincidən biri əlavə edirəm bura. Yaş termometrin göstərişi daha kiçikdir. Əlbəttə ki, bura əlavə edirəm. Yaş termometrin göstərişini dedik. Su buxarının təzyiqi daha böyükdür. Əlbəttə ki, nisbi rütubət çox olan yerdə, yəni 3-ü də əlavə edirəm bura, 4-ü də bura. Təzyiq daha kiçikdir. Buxar doymayan haldadır. Əlbəttə ki, bura. Biz nəfəs aldığımız otaqdakı hava əlbəttə ki, doymayan haldadır. Tam-tamına hamısı doyan buxar ola bilməz. 100% bu nisbi rütubət olardı yoxsa. Deməli, birinciyə 2, 4. Ortaq olaraq 5, üçüncüyə də 1, 3. Yəni 2, 4, 5, 1, 3 şəklində yaza bilərik. Davam edək. Növbəti sual. Həcmi 108 kub santimetr olan plastinin kürə şəklinə salınır. Bu halda kürənin radiusunu hesablayın. Əlbəttə ki, biz həmin kürənin radiusunu tapmaq üçün bunun həcm düsturundan istifadə etməliyik. Kürənin həcm düsturu bildiyimiz kimi 3'də 4 pi r kubudur. Buradan r'i tapdıqda biz bu ifadə ilə tapa bilərik. Bizdə həcm verilib, hər şey verilmişdir. O yüzden bu şəkildə yazaraq çox sadə şəkildə demək, radiusu hesablaya bilərik. Onda doğru cavabımız C variantı olacaqdır. Sualda motorlu qayıq çay axınına qarşı 10 saatda 200 km irəlilədikdən sonra hərəkətə başladığı nöqtəyə 5 saatda dönür. Yəni, tutaq ki, əvvəlcə qayıq müəyyən bir məsafə qət edir və sonra isə nə edir? Geri qayıdır. Əlbəttə ki, əvvəl çay axınına qarşı gedir. Deməli, çayın istiqaməti bu istiqamətdədir. Əvvəl çay axınına gedir, sonra isə çayın istiqamətində geri qayıdır. Onda həmin o məsafəni demək, birinci halda çayın axınına qarşı getdiyi halda qayığın sürətindən çayın sürəti çıxılaraq müəyyən bir zamana vurularaq həmin məsafəni ala bilirəm. Çayın istiqamətində qayıtdıqda isə bu sürətləri toplayıb müəyyən bir zamana vuraraq yenə də həmin istiqamətdə olan məsafəni bərabərləşdirə bilirəm. Artıq buradan gedilən məsafə və zamanlar əlbəttə ki, məlumdur. Buradan sürətlər fərqini və ikinci tənlikdə sürətlərin cəmini taparaq oradan V qayığı tapa bilərik. Demək, V qayıq çıxılsın V çay fərqi. Birinci halda demək, çayın axınına qarşı getdikdə daha çox zaman sərf edib. Ona görə də 200 kilometri 10 saata böldükdə biz 20 ala bilərik. Cəmi isə, yəni axın istiqamətində gəldikdə isə daha az zaman sərf edib 200 kilometri 5 saata böldükdə 40 ala bilirik. Buradan qayığın sürəti üçün əlbəttə ki, mən 30 alıram. Çayın sürəti də əlbəttə ki, 10 olacaqdır. Deməli, bizdən qayığın sürəti soruşulursa 30 km böl saat olacaqdır.
Növbəti sualımızda avtobusda səyahət edərkən nəyi müşahidə etməyimiz mümkün deyil. Bu nisbi sürətə aid olan bir sualdır. Yəni biz avtobusda hərəkət ediriksə, nisbi sürət cəhətdən, sürətin nisbiliyi cəhətdən nə mümkün deyil. Baxaq, yanımızda oturan sərnişinin bizə görə hərəkət etməsini. Ümumiyyətlə biz avtobusda gedərkən həm sükunətdəyik, həm də hərəkətdəyik. Belə deyək, baxır nəyə nəzərən. Əgər biz deməli avtobusun içində oturacaqda əyləşmişiksə, digər sərnişinlərə görə biz sükunətdəyik. Amma avtobus yerə nəzərən hərəkət edir deyə, yerdəki insanlara görə hərəkət edir deyə biz yerə nəzərən hərəkətdə sayılırıq. Yol kənarındakı ağaclar geriyə doğru gedirmi? Bəli. Uzaqdakı təpələr ətrafımızda dönürmü? Bəli. Yol bir lent kimi avtobusun altına yığılırmı? Bəli. Qarşıdan gələn avtomobillər yanımızdan çox sürətlə keçirmi? Bəli. Amma bizim yanımızda oturan sərnişin heç vaxt bizə görə hərəkət etmiş sayılmır. Çünki o da sükunətdədir mənə görə, mən də ona görə sükunətdəyəm. Ona görə də burada doğru cavab olacaq A variantı. Növbəti sualda həcmi 12 litr olan birinci silindrik qab boş, həcmi 2 litr olan ikinci silindrik qab isə su ilə doldurulmuşdur. K kranını açdıqda və tarazlıq yarandıqdan sonra ikinci qabın dibindəki təzyiq necə dəyişər? Silindirlərin hündürlükləri eynidir və onları birləşdirən borunun həcmi nəzərə alınmır. Deməli, əgər biz onların həcmlərini müqayisə etsək, fərqləndiyini əlbəttə ki görə bilirik və kran açıldıqdan sonra sağdakı ikinci silindirdən soldakı birinci silindirə əlbəttə ki su axını baş verəcəkdir və onlar arasında müəyyən zaman sonra təzyiqlər bərabərliyi yaranacaq və tarazlıq yaranacaq. Birləşmiş qab kimi biz onlara baxa bilərik. Onda birinci halda demək ikinci silindirdəki suyun həcmi üçün mən İlk halda olan suyun həcmi üçün ümumiyyətlə sahələri fərqləndirsəm, həcminə görə fərqləndirə bilərəm. Hündürlükləri eynidir. Onda bunun sahəsinə S, bunun sahəsinə onda 6S deyəcəm. Çünki 6 dəfə fərqlənir həcmləri. Hündürlüyü eynidirsə, sahələri əlbəttə ki fərqlidir. Onda ilk haldakı suyun həcmi, ümumi hündürlüyə bir H deyək. İlk haldakı suyun həcmi S vurulsun H qədərdir. Kran açıldıqdan sonra su birinci silindrik qaba da dolmağa başlayacaq əlbəttə ki. Sondakı suyun həcmi artıq hər iki qabdakı suyun həcminə bərabər olacaq və soldakı birinci silindirdəki suyun həcmi 6S vur. Artıq müəyyən bir hündürlük olacaq orada. Bilmirik hansı hündürlükdə olacaq. Üstə gəlinsin. İkinci qabda da müəyyən qədər əlbəttə ki maye olacaq. Onu da S vurulsun H qədər yaza bilirəm və bu həcm 7SH bərabər olacaq ilk həcmə, yəni S böyük H-a. Buradan mən H-ı H bölü 7 olaraq ifadə edə bilirəm. Yəni mənim hündürlüyüm əvvəl H qədər idi. Daha sonra H bölü 7 oldu. Hündürlüyüm 7 dəfə azaldı. Əgər mənim təzyiqim əvvəl P bərabərdir rho J H idisə, indi artıq təzyiqim rho J H bölü 7'dir. Yəni hündürlüyüm 7 dəfə azalıbsa, təzyiqim də əlbəttə ki 7 dəfə azalacaqdır. Doğru cavab 7 dəfə azalacaq. Növbəti sualda sink üçün fotoeffektin qırmızı sərhədinə uyğun dalğa uzunluğunu hesablayın. Çıxış işi verilmiş, H və S işıq sürəti verilmişdir. Biz bilirik ki, çıxış işi üçün H minimum və yaxud H S lambda maksimum yaza bilərik. Buradan lambda maksimal bərabərdir. H S bölünsün A çıxış. Bu ifadə ilə lambda maksimal tapa bilərik və verilən ədədlər yerinə qoyduqda demək H-ın qiyməti 4,2 10 üstü mənfi 15 vurulsun 3 10 üstü 8 çıxış işinin qiyməti 4,2 ev olacaqdır. Buradan 4,2'ləri ixtisar etsək 3 10 üstü mənfi 7 metr olacaqdır və buradan da biz nanometrdən ifadə etmək üçün 300 10 üstü mənfi 9 yəni 300 nanometr yaza bilirik. Doğru cavabımız A variantı olacaq. Maqnit selinin maksimal qiymətini tapmaq istəyirəmsə,
maqnit selinin maksimal qiyməti LIM-dir. Yəni induktivlik və cərəyan şiddəti maksimal qiymətinin hasilidir. Bəs yaxşı, biz birinci IM-i tapmalıyıq. Hardan tapa bilərik IM-i? IM-i maqnit sahəsinin maksimal qiymətinə, yəni tam enerjidən biz onu tapa bilərik ki, LIM kvadratı bölünsün 2-dir. Tam enerji isə qrafikdən biz tapa biləcəyimiz kimi 16 millijouldur. Onda biz IM üçün 2 tam enerji bölünsün L yazsaq, 2 vur 16 10 üstü mənfi 3 bölünsün 0,2 yazarım. Burada kökdən 0,4 amper çıxar. Deməli, eyni maksimal qiymətini tapdıq. Gəlirik buradan maqnit selinin maksimal qiymətini tapmaq üçün 0,2 vurulsun 0,4 0,8 Weber. Bu isə 80 milli Weber deməkdir. Deməli, doğru cavabımız olacaq C variantı 80 milli Weber. Növbəti 24-cü sualımızda mexaniki dalğa üçün hansı ifadə doğrudur? Mexaniki dalğada rəqsin hərəkətin enerjisi daşınır. Bəli, mexaniki dalğada enerji daşınır. Söhbət mexaniki enerjidən gedir. Mexaniki dalğada maddə daşınır. Xeyr. Mexaniki dalğa elastik mühitlərdə yayılır. Tamamilə doğru. Mexaniki dalğa vakuumda yayılır. Xeyr. Mexaniki dalğanın yayılması üçün mütləq mühit lazımdır. Bərk mühit, qaz mühiti və yaxud da deməli, maye mühit heç cür vakuumda yayıla bilməz. Deməli, burada 1 və 3 doğru cavab olacaq, yəni A variantı. Növbəti və sonuncu sualımızda şərq istiqamətində hərəkət edən K avtomobildəki sərnişinə görə L avtomobilinin sürətini təyin edin. Yəni, K-yə nəzərən L-in sürəti soruşulur. Şərqə doğru gedən K avtomobilinin sürətinin qiyməti demək 20-nin 5-ə nisbəti, yəni 4 metr bölü saniyə. Qərbə doğru gedən, niyə qərbə doğru getdiyini gördük? Qrafikdən gördüyümüz kimi L və K bir-birinə əksdir. Ona görə də L deməli qərbəyə doğru gedəcəkdir və onun sürətinin qiyməti 1 metr bölünsün saniyədir. Və biz gördüyümüz kimi bunlar əks istiqamətdə, biri şərqə və biri qərbə doğru gedir. Ona görə də L avtomobilinin sürətinin K avtomobilinə nəzərən sürəti soruşulur. Ona görə də biz V və K avtomobillərin sürətini əlbəttə ki toplayacağıq. 5 metr bölünsün saniyə olacaq. Doğru cavabımız 5 metr bölü saniyə. Belə sualları bitirdik. İzlədiyiniz üçün çox təşəkkür edirəm. İnşallah ki, sizlərə faydalı olar. Çox sağ olun.